hormonal disbalans anlayışı nəyi özündə etibar edir? Bax, buradan başlamağınızı istəyəcəm. Buyurun. Demək, ilk öncə onu bildirim ki, hormonlarımız bədənimizin tənzimləyici funksiyasını yerinə yetirən bioloji maddələrdirlər, aktiv maddələrdirlər. Hansılar ki, bədəndə böyüməni, inkişafı, cinsi diferensiasiyanı, bir çox şeyi demək olar ki, yəni inkişafımızda ən önəmli rolu daşıyan maddələrdirlər ki, bunlar endokrin vəzlər tərəfindən sintez olunur bu hormonlar və bu endokrin vəzlərdə baş verən, funksiyasında baş verən problemlər zamanı endokrin disbalans yaranır. Yəni, vəzinin funksiyasının normadan artıq olması və yaxud vəzinin funksiyasının normadan az olması və bəzi hallarda bu hormonlara qarşı direncin yaranması hallarında endokrin pozğunluqlar, endokrin disbalanslar yaranır. Və əgər bunu qadın sağlamlığı üzərinə gətirəriksə bu endokrin problemləri, o zaman qadınlarda özünü tüklənmə kimi, piylənmə kimi, saç tökülməsi kimi, dəridə civzələrin olması və ən əsas adət düzənsizliyi və nəticə etibarilə də sonsuzluğa səbəb olan xəstəliklər qrupunu özündə birləşdirən endokrin disbalans, endokrin problemlərdir.